Adam utanır musiqimizdən. Valla mən hərdən görürsən xaricdən qonaqlar gəlib bir televizora baxırıq və yaxud xəcalət çəkirəm. Mən çox olmuşam da ya və yaxud restoranlarda çalınıb oxunan musiqilərdə. Heç Amerikada, nə bilim, Avropada yaşayırsan, heç elə bayağı vulqar musiqilər görürsən. Yəni, bilirsiniz, yerindən duran deyib bəstəkaram. Mən hərdən fikirləşirəm, deyirəm, fikrimi cəmləşdirsən, mən fitnə gündə bir neçə dənə eləncə o ara Bəli. mahnılarını düzəldərəm. Nə var onu düzəltməyə? Sözlər bayağı, Bəli, xoş gəldin. musiqinin dədəsi, nənəsi bilinmir. Mən bir dəfə böyük dahi bəstəkarımız Arif Məlikova sual verdim. Taylandda səfərdə idik onunla. Bir 25 ilin söhbətini edirəm mən. Hələ o 25 il bundan qabaq dedi. İndiki halını görsəydi musiqimizin, bəlkə ürəyi patlayardı o ya. Çox belə bizim musiqinin namusun, qiriyyətini qoruyan bir insandır. Onun gözəl mahnıları var, amma barmaqla sayılasıdır. Böyük simfoniyalar, əsərlər yazıb, baletlər yazıb da. Dedim, Arif müəllim, özü tar çalıb o. Tar çalıb, otururdum mən o tar çalırdım, o tarın pərdələrini fiziki üsullarla, sentlərlə yazırdı. Böyük alim idi o. Dedim, Arif müəllim, mahnı niyə az yazmısan? Güldü. Dedi, sən bilsən mahnı yaza bilməzdim mən. Mən böyük əsərləri yazmışam. Amma indiki mahnılar var ha, 25 il bundan qabaqki mahnılar deyir. İndiki mahnılardan mən fit çalaram gündə 100-ün düzəldərəm onların. Amma ayıbdır, olan mahnıdır. Ayıbdır deyir, bu televiziyada verirlər. Biri deyir ki, mənim 300-dən mahnım var, biri deyir 500-dən mahnım var. Biri deyir nə? Göründü ondan sonra 25 il keçib, gör nə qədər. İndi çıxır, oxuyur, oxumaq da yox, səsi o deyir, musiqisi də mənimdir, sözləri də mənimdir. Mən o musiqilərin hamısı ümumiyyətlə mən həmişə qeyd edirəm, deyirəm ki, nəqarətini bir başqa musiqidən alır, mahnıdan, millətin musiqisindən götürürlər. Deyək ki, nəqarətini özbəkdən götürür, başlığını məsəl üçün türkdən götürür, axırını da fars